Farmaniya.com dələduzluq piramidasının idarəetmə panelinin admini olaraq təqsirləndirilən Hüseyn Quliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əskərova Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib. Bu elə bir şirkətdir ki, qardaş, yəni burada ehtimal yoxdur da, yəni %100 qarantilidir ki, yəni qardaş, burada ancaq qazanclar əldə edirsiniz. Hüseyn Quliyev ifadəsində bildirib ki, o sadəcə şəbəkənin reklamını həyata keçirib. Ötən il internetdə Farmaniya.com saytını gördüm. Maraqlı gəldiyi üçün saytın texniki dəstək komandası ilə əlaqə saxlayıb, lisenziyası ilə tanış oldum. Qanuni olduğuna inandığım üçün 100-2 min manat arası məbləğlərdə dəfələrlə pul yatırdım. Sonra onlar mənimlə əlaqə saxlayıb saytı reklam etməyi təklif etdilər. Bloger olduğum üçün bu təklifi qəbul etdim və ödəniş qarşılığında saytı reklam etdim. Mənə Badam xanım adına olan kartı təklif etdilər, istəmədim. Öz adıma kart da təklif etdilər, amma bunu da qəbul etmədim. O kartın reklamını da aparmamışam. Dələduzluğa məruz qalan insanlar saytda o kartı görüblər. Heç mənim onları tanımağım mümkün deyil. Onlar mənim reklamlarımı görüblər, lakin mənimlə əlaqə saxlamayıblar. Mən özüm də bu işdə zərər çəkmişəm. Mənə 5000 manatdan çox ziyan dəyib. Qeyd edək ki, aparılmış araşdırmalarla saxlanılan şəxslərin həyata keçirdikləri dələduzluq əməlləri zamanı istifadə etdikləri bank kartlarına 700 min manatdan artıq vəsaitin mədaxil olunduğu aşkar olunub. Əlavə edək ki, Hüseyn Quliyev Zevs ləqəbi ilə tanınan məşhur videobloger Ruslan Quliyevin qardaşıdır.